Salamlar uşaqlar, bir daha. Deməli, bugün izah eləyəcəyik 11-ci sinif az BC 5 yazılan. Deməli, elə birinci başlayan kimi ingilis dilindən başlayır. Pair synonyms, sinonimlər cütlüyünü istəyir uşaqlar bizdən. Bir dəqiqə. Sinonimlər cütlüyünü istəyir. Remote uzaqdır, far da uzaqdır uşaqlar. Biri götürürəm. Bir dəqiqə qələmi götürə bilsəm inşallah. Sonra prominent, məşhur, outstanding, disabled əlirdir, generous avətlə düz gəlmir, sincere, səmimidir, curious, maraqlanandır, məsələn, hər şeylə maraqlanan insan olur. Prominent, mühüm, vacib, tanınmış, outstanding də elə eyni şəkildədir, 1-4 doğru cavabımızdır. Sonra, boşluqdan sonra want sözü gəlib, xəbərin sonunda s var. Baxıram ki, vergülə qədər ki, sizə inkar deyil. Mən bura niyə eyni badini yazım? Sonra sam özündən sonra birbaşa feili ala bilmir. Yəni o halda olar ki, əvvəldə isim adı çəkilər. Bilərəm hansı isimdən söhbət gedir. O halda olar. Amma hal-hazırda olmayacaq. Boz xəbəri təkdə almaz, həm də ümumiyyətlə isim alsın ki, sonra alsın. Ol da insandan söhbət gedirsə, nədir? Xəbəri cəmdə alır. Yəni want istəmək insana xas bir xüsusiyyətdir də. B variantı təmiz qalıb əlimdə. Bat da var ortada. Bat ziddiyyət istəyir. Bir tərəfdə everybody, bir tərəfdə nobody tamamilə doğrudur. Yenə də bir tərcümə edeyim, bəlkə yanılaram. Everybody wants to win the competition. Hər kəs deyir oyunu, yarışı udmaq istəyir, amma heç kəs istəmir ki, hər gün məşq eləsin. Bəli, ziddiyyət var. Ziddiyyəti də B variantı təmiz verə bilir. Sonra uşaqlar baxırıq, number-dan sonra cəm ismi gətirib, tək cəm xəbəri də biz gətirməli. Is, was bunlar təkdir, həzdə təkdir. C ilə Y arasında qalmışam. İkinci tərəfdə some of them. Some'un belə bir qaydası vardır. Burada cəm gəlirsə, cəmdə gələcəkdir xəbər. Yəni cavabımız hansıdır? A. Desən zamanı gözləyəcəm. Zamanı gözləməliyəm, səhv bilmirəmsə. Bir dəqiqə gözləyin. Some of them, since var da burada. Since hansı zamandır? Since past decade. Keçən deyir 10 illikdən bəri bitmiş zamandır. Ona görə C variantı qalır. Bu keçmiş saadət ona görə düz gəlmir. Yanlış istəyir. Diqqətli olaq uşaqlar. Yanlış istəyirsə, baxın 2-ni seçirəm ki, bəli, həqiqətən sən yanlışsan. 3-ü də seçirəm ki, to's yoxdur, yanlışdır. 5-i də seçirəm ki, bəli, yanlışdır. Niyə? Be-si yoxdur. Won't be able-dur. Şuradanmasında bir problem görmürəm. Yerlərinə də qoysa yəqin problem olmaz. Yanlışları istəyəndə 2, 3, 5 doğru cavabımız D variantıdır. Passive voice düzgün cümləni istəyir passivə çevrilmək. Baxaq. İstər manuskript gəlməlidir əvvələ. Çünki burada had careful to put birlikdə keçmiş bitmiş zamandır. İndi keçmiş bitmişin testidir. Bu keçmiş sadədir getdi. Bu indiki bitmişdi getdi. Bu indiki sadədir getdi. Was keçmiş sadədir. Had been plus verbüzdür də. Plus verbüz. C variantı doğrudur. The historic manuskript də gəlib əvvələ doğrudur. C variantı təmiz cavabımızdır. Problemsiz testi. Sonra Oxford küçəsi, Major Road, West of the London. Coğrafi cəhətlər Z ilə işlənirdi, bəli. Böyük nəhəng yol işlənir, yollar da işlənmir. Deməli, hansıdır? B variantı qalır. Üçüncüdə Z, road nədir? Yoldur da, sayıla bilən təqsimdir, eyni ötürəcək qabağa, yollar da işlənməyəcək. B variantı cavabımızdır. Sonra növbəti, the coach expected the players expect neçənci kateqoriyadır? Birdə letlə make-dir, 2-də to see, to hear, to notice, feel, observe, watch, notice demişdim deyəsən. Yəni deməli 1-də 2-də yoxdur, avtomatik 3-dədir. Bunlar getdi ki, to-lu gəlməlidir. Sonra növbəti baxıram ki, players to understand the training rules and var da hər iki tərəf nə olmalıdır? Eyni şəkildə olmalıdır. Deməli, amma to-nu bir dəfə yazıb, indi qaldığımız variantlar arasında A-la C. Bəzən uşaqlar A-nı çıxa bilir, amma C-ni götürməkdə tərəddüd edir ki, niyə C oldu? Amma C-ni götürün burada. C-ni niyə oldu müəllim? Çünki to-nu bir dəfə yazıb, ikisinə də aid eləməliyik. Əksinə burada to yazmağı yanlışdır. And olanda hər iki tərəf eyni olmalıdır. Expect də 3-cü kateqoriyada to-lu istəyir. Yenə də təkrar edirəm. To-nu bir dəfə yazıb, ikisinə aid eləməliyik. Əksinə, hər iki tərəfi ikisinə də to yazmağımız yanlışdır. Birini yazıb ikisinə də aid eləməyimiz doğrudur. 2020-ci ildə bu kafe açılıb. Keçmiş sadə zamanda açılıb və ondan bəri də işləyir. Ram burada qaçmaq mənasında deyil, işləmək mənasındadır. Bəli, doğrudur. Açılıb və hələ də işləyir, davam edir. Bitmişin davam etsin. Ondan bəri hələ də davam edir. Deməli B variantı. Amma yəni siz bu bitmiş kimi görürsünüz də, bitmişdi zaten. Daha sonra baxaq uşaqlar, boşluqdan sonra cümlə gəlibsə, bilirik ki, zo ilə ozo bir-birinə bir-birinə bərabərdir. Because of özündən sonra cümlə istəmir, in spite of da həmçinin. Bir dənə burada cümlə istəyən əzdir, C variantı. Hardan bildim cümlədə? It mübtəda, was xəbərdir.
As it was getting dark, I decided to stop driving. Deyir, çünki hava qaralırdı, mən neynədim? Maşın sürməyi dayandırdım. Maşın dayandırdığına görə səbəbi ilə. Sonra baxırıq possessive case ismi yiyəlik halıdır. Apostrofesindən sonra explanation isim gəlib düzdür. Vəbainci gəlib başqa da bir feil yoxdur deyə burada yiyəlik deyil, getdi. Mənim qardaşımın fikri yiyəlikdir, düzdür. Sonra V3 var, yiyəlik deyil, getdi. Uşaqların davranışı bu da yiyəlikdir. 1 3 5 doğru cavabımız A-dadır. Sonra baxırıq equation nədir? Cansızdır. İnsanla əlaqə olanlar çıxaq. İsim plus what olmaz, bu da çıxdı. Özət ola bilər, amma how-a da bir nəzər salaq. Samuel deyir, asked him a question. Samuel deyir, ondan bir sual soruşdu. He wasn't able. Hansı ki, o cavab verə bilmədi ki, B variantı da. Deməli, necə ki yox, hansı ki var. Neysə, orada bir bağlayıcımız yoxdur. Qalanları qalsın, çıxa bilmirəm. Bu sent olsaydı, burada was yox, were olardı, cəm olardı. Baxaq. But var. Batdan sonraki hissə təsdiqə oxşuyur. Yəqin ki, bura inkar imiş da. Yəni C-ni götürürəm. Bəzən uşaqlar elə bir not olun, necə cümləni inkarlaşdırır. Xeyr, belə bir şey yoxdur. Yenə C-ni yazıram. Bir ürəyimdə şübhə var, yenə də baxım. Neyzə Musa, Nur Murad, nə Musa, nə də Murad çalışqan deyildilər. Amma hər ikisi çox bəli, ağıllı şagirdlərdilər. Batdan sonraki hissə təsdiq edir. Heç bir inkarlıq yoxdur. Yəqin ki, əvvəl inkar olmalıdır. Əvvəl də inkarlaşdıra biləcək bir dənə potensial əvəzliyimiz Neyzə Nurdur. Əvəzliyimiz deyirəm, bağlayıcı. Sorry. Sonra responsible for-dan işlənir. For. Arrived aeroport kiçik yerdə ətlə işlənər. Similar-da to-dan işlənir. Yəni konkret ifadə for at to. Necə getdi? 1-ə B getdi. 2-yə at hansında da A, B, A, C gedir də. B, A, C hansında da B variantındadır. Sabit ifadələrdir. Want to know özündən sonra zət almayan feildir. Başqa 3 dənə feilimiz var. Ask idi, want to know idi. Sonra nə idi? Want idi, bir də tell idi. Tell bəzən ala bilirdi. Bir-iki halda mümkün idi. Want to know özündən sonra zət ala bilir. Bunu çıxdım. Cümlənin ardı təsdiq etməlidir. Had burada happen-dan ayrılıb, yəni mübtədadan önə keçib sual kimi gedib səhvdir. Burada cümlədə baş cümləmiz keçmiş zaman olanda bu bir tərəfi ondan uzlaşan tərəf yazmalıyıq. Uzlaşan yazmalıyıq. Bu da getdi. Aha. Has happened-da getdi ki, yəni uzlaşma pozulub da keçmiş olanda bura keçmişlə əlaqəli olmadı. B də gedib, Y də gedib. A, D qaldı. Aha. Baxın, was happened keçmiş sadənin məchuludur. Had happened isə keçmiş bitmişin məlumudur. Bunun bitmiş olmaq üçün burada binə ehtiyacı var da yazmıram, amma bilirik də D variantındakının bitmiş olmaq üçün burada had been happen olmalıdır. İndi hadisə baş verdi, verildi. Necə baş verdi? Onlar want-unu bilmək istərdilər ki, hadisə necə baş verdi? Baş verdi, verildi yox. Hadisə baş verildi olmaz, axı D variantı olar. Sonra cümləmiz hardly cümləni inkarlaşdırır. Təsdiqlə əlaqəli olanlar çıxıram. Cümlədə to be yoxdur. Niyə mən to be ilə cavab verim? Remember feilimiz var indiki zadə zamanda. Ona görə B-də gedir, qaldı D variantı. Düzgün cavabı istəyir bizdən. Baxıram ki, how-la başlayıb, what-la başlayıb, axırında nida işarəsi gəlir. Bu nida cümləsinin testidir. Nida cümləsinin ardı təsdiq formada qutarmalıdır. Baxıram ki, zaten hamısında təsdiq qutarıb. Yəni o cəhətdən heç bir variantda çıxa bilmədim. Eyb yoxdur. How-dan sonra artikel gəlməz. Niyə görə gəlsin? What-dan sonra birbaşa xəbər niyə gəldi burada? What terrible. Was-un burada nə işi var? Y də getdi. Visa sayılmayan tək isimdir. Niyə E artikeli var burada getdi? How-dan sonra sifət isim. Terrible, dəhşətli, visa hava. Dəhşətli hava. Sifət plus isim gəlib. O what-un xüsusiyyətidir.